Allah Quran-ı Kerimdə maraqlı bir ayə deyib. O da imtihanın barəsindədir. Bilirsiniz nədir? Allah Quran-ı Kerimdə Hüdeybiyyə ömrəsini nəql edir. Orada gəlir deyir, müsəlmanlar, siz ömrə üçün ehram bağladınız, yola düşdünüz. Peyğəmbərlə birlikdə. Bunlar indi möhrimdilər. Ehram alında da siz hamınız bilirsiniz, seyd eləmək, ov eləmək haramdır. Şəriət icazə vermir. Düz. Bunlar da indi yola düşüblər, gəlirlər. Gəldilər bunlar ehram alında, çatdılar bir yerə. Daima bunların produktu, ərzaqları təminat yollarından biri də ov idi. Balıq ovlayırdılar, dağ keçiləri ovlayırdılar, dağ marallarından ovlayırdılar. Dolanışığın bir hissəsi idi. Amma bu ov üçün dərələrə düşürdülər, dağlara qalxırdılar ki, da ov bunlara rast gələ. İndi bunlar ehram bağlayıblar. Da ov haramdır. Amma Allah deyir, biz onları imtihan eləmək üçün heyvanatı bunların yaxınına gətirirdik. Heyvanatın qəlbinə saldıq ki, hükməsinlər, bunlara yaxınlaşın. Quran-ı Kerim deyir, tənaluhu əydikum və rimahukum. Heyvanlar o qədər sizə yaxınlaşmışdı. Əl atsaydınız, tutardınız, nizəni vursaydınız, batırardınız o balıqlara, qaldırardınız. Dənizin ortasına can gedirdilər, kişinin oğlu, balıq yoxdur. Dağın zirvəsinə qalxırdılar, maral yoxdur. İndi əl ayaqlarına ilişir. Niyə? Allah bunlar üçün bu şəraiti yaradırdı. Allah o heyvanlara deyirdi, yaxınlaşın, bir sayözdə bunları imtihan eləyək. Görək bunlar ehramda olmaqların, Allahın fərmanı ilə ov etməyəcək sözündə sədaqətli olacaqlar, ya əl atıb bu dağ keçisindən birini tutacaqlar, nizəni batırıb bu balıqlardan çıxardacaqlar. Ac adam, çətinliyi çəkən adam. Quran deyir, əlləri üst satırdı o heyvanlar. Bundan bilirsiniz niyə deyir bizə? Bundan mütəal Allah bizə deyir ki, baxın, imtihan olmağınızı heç vaxt unutmayız. Çox rahat haram pul gələr abi addımlığa. Çox rahat haram əməl gələr abi addımlığa. Necə ki, onlara haram olan ovu bir addımlıqlarına can gətirmişdik. Gərə bir şərait ola. Biri var, sən oturasan bir dağın döşündə, bir zindanda, bir yerdə ki, əlin haramlara çatmıyor. Orada paç qalmaqlıq çox asandır. Günah şərait olmayan yerdə heç imtihan da yoxdur ki. Heç qoca adamı Allah cavanlığın tələbatı əsasında imtihan eləmir ki. Çünki zatən əsas yoxdur bunun. Kasıbı pılın tələbatı əsasında Allah imtihan eləmir ki. İmtihan o şeyin əsasındadır ki, o durumda sən varsan. Və o durum sənin imtihan peridimindir. Baxın, məsələn, biri Allaha deyir, ilahi mənə can sağlığı ver. Yəni mənə can sağlığı ver, sağlıqdan dolayı imtihana çəkməni. Sağlıqdan dolayı imtihanlar nədir? Misal üçün bəzilərindir. Səhər əgər İslam torpaqları sıxıntıdadırsa, xəstə invalid olsaydın, Allah səndən istəməyəcəkdi, gedib orada döyüşəsən. Sağlamsan, sən üçün imtihan qabağa gəldi. Deyirsən, ilahi, mənə başarıq ver. Allah sənə başarıq verdi, müsəlmanların faydasına sərf eləmədin, imtihandan kəsildin. İndi başarığın olmasaydı, oturmuşdun da yerində. Biri Allaha deyir, ilahi, mənə pıl ver, kasıbdır. Kasıba kasıblıqla imtihan eləyirlər. Yəni, ilahi, sənə şükür də bu gün mədə razıyam. İndi deyirsən, ilahi, mənə pıl ver. Dolayısıyla sən deyirsən, ilahi, mənə pıl ver, çək bu oğlu imtihanı. Pıldan dolayı nə tələbatın var, çək bu imtihanı. Puldan dolayı xums istəyirsən, mənlidir. Zəkat deyirsən, mənlidir. Füqəranın, sahilin haqqı deyirsən, mənlidir. Kəbiyə dəvət eləyəcəksən, mənlidir. O pulu ver, çək mənim imtihanı. Dolayısıyla bunu deyirsən.
İndi verdi, çox gözəl. Yaxşı da nəsib edib nemət. Eləmədin imtahandan kəsilibsən. Bizim ustadımız rəhmətullah əleyh, Ayətullah Miyanəci deyirdi. Deyirdi, deməyin ilahi mənə pul ver, həccə gedim. Pul verər gedimərsən. Denən ilahi mənə həcc nəsib elə. Olsa pulu verər, gedər deyərsən hələ uşağı göndərim Türkiyədə oxusun. Hələ bir mebel alım. Hələ bunu bıraxım abarada. Gələn il gedərəm. Gələn ildə olmadı. Allah insanları imtihana çəkir. Bəzən insan imtihanı dediyim kimi açlıqlandır, Quranın dediyi kimi əslində. Bəzən yoxsulluqlandır. Bəzən bir əzizin dünyadan getməsi ilə. Hər bir şeylə. Bəzən isə ən mühüm şeylə insan imtihanı ola bilər. Allahın varlığa verdiyi ən mühüm şey insanın əqidəsidir, insanın dinidir. Bəzən Allah insanı inancı ilə imtihana çəkir. İnsan sadə olar. Elə bilər elə mən ki, şəhadətin gətirmişəm. Özüm elhamdülillah möminlərlə oturub dururam. Dərvişli toylara gedirəm. Çalğılı toya getmirəm, içki içmirəm. Elə mən oldum mömin. Yox. İman imtihan dairəsinin ən ağır hissəsidir. O tələbələrdən soruşursan ki, məsələn, hansı qrupa veribsən, deyir filan qrupa. Nələrdən imtihan verəcəksən, sayır. Ən çətini sən üçün hansıdır? Biri deyir, mən üçün ən çətini Azərbaycan dilidə o birilərini verərəm. Biri deyir, mən üçün ən çətini riyaziyyatdır, o birilərini verərəm. Biri deyir, mən üçün ən çətini İngilis dilidə o birisilərini verəcəm rahat. Hərə bir cür deyir də düz. Amma hamı üçün ən çətin imtihan bir dənə şeydir. O da iman imtihanıdır. Çün balın da yüksəyin buna nəzərdə tutublar. Behiş dediğin şey bu imtihanın sayesinde. İddiaya da döyür. Uca Rəbbim Ənkəbut surəsində belə buyurur. Əhəsibən nasu ən yutraku ən yəqulu amənna və hum la yuftənun. Olmaya cəmaat belə hesab eləyirlər, elə bir dənə iman gətirdik dedilər, bitdi. Onlar imtihana çəkilməyəcək. Ənkəbut surəsinin 2-ci ayəsi. Əhəsibən nasu təkraru xeyran. Əhəsibən nasu ən yutraku ən yəqulu amənna. Olmayan insanlar hesab eləyirlər ki, onları tərk eləyəcəklər, elə boşu-boşuna buraxacaqlar, bir dənə iman gətirdik deməklə. Və hum la yuftənun. Onlar imtihan olmayacaqlar, olacaqlar. Və ləqəd fəttənnəl-ləzīnə min qəbli. Onlar o imtihan olacaq. Özü də bu təzə söhbətdir. Və ləqəd fəttənnəl-ləzīnə min qəbli. Onlardan qabaq gəlib keçən, iman izhar eləyən hər kəs imtihan eləmişdir. Fəliyələmənnəlləhullezine sədəqu vəliyələmənnəl kazibin. Gərək aydınlaşa, gərək Allah üçün bəllənə ki, kim doğrucudur iman iddiasında, kim yalancıdır. Mümini Allah imanından dolayı çox şeylərlə imtihana çəkər. İmanından dolayı çox sıxıntılarla Allah imtihana çəkər. Və daima da belə olub. Nəql olunub, Xəbbab ibn Ərət Təmimi. Bu İslam dünyasının sədr-i İslamın səhabələrindən biridir. Bir gün bu Xəbbab deyir, getdim Allah Rəsulunun yanına. Xəbbab ibn Ərət Təmimi. Salam verdim. Allah Rəsulu cavab verdi mənə. Dedi, otur.
Oturdum, baxdı mənə, dedi, çox narahatsan. Dedim, ya Rəsulallah, elədi. Dedi, nə olub? Dedim, ya Rəsulallah, müşriklər çox əziyyət edir bizi imanımızdan dolayı, dinimizdən dolayı, təqvamızdan dolayı, inancımızdan dolayı çox əziyyətlər eləyirlər bizə. Deyir, Allah Rəsulü baxdı mənə, dedi, Xəbbab, daima belə olub. İman əhli daima küfrün tərəfindən, şirkin tərəfindən əzabda sıxıntıda olub. Ondan sonra bu ayəni mən oxudum. Yüz oruzda oxudum ayəni. Ayəni də oxuyandan sonra baxdı mənə, dedi, amma Xəbbab, o günə qədər ki, o atlı Sənə ilə Həzrəmutun arasındakı səhranı keçə, möminlər əziyyətdə olacaqlar. O səhranı arxada qoyana qədər, o atlı Sənə ilə Həzrəmutun arasında elə belə olacaq. Amma bu möminlərin imtihanıdır. Bu, Rəbbinə inananların sınağıdır. Rəbbi onun sayəsində bunlara bəha verir. İnsan evladının sınaqları insan evladının qədəricəndir. Uca Rəbbim kimsəyə qüdrətindən artıq sınaq verməz. Və ən sevimliləri də ən böyük imtihanlardan keçiblər. Ən sevimlilər ən böyük imtihanlardan keçiblər.